16 noyabr aralığı üçün bütün bürclərin ən düz həftəlik proqnozunu yazıram. Həm ümumi təhlil, həm də sonda qısa məsləhətlə. Qoç. Bu həftə səni yeni başlanğıclar və enerjili qərarlar gözləyir. Xüsusilə iş və şəxsi münasibətlərdə təşəbbüskar olmağın səni irəli aparacaq. Köhnə problemləri həll etmək üçün doğru zamandır. Məsləhət: cəsarətli ol, amma tələsmə. Buğa, sakitlik və sabitlik axtarışında olacaqsan. Pul məsələlərində uğurlu danışıqlar və yeni qazanc imkanları ola bilər. Lakin ailə içi mövzular səni düşündürə bilər. Məsləhət: səbr səni mükafatlandıracaq. Əkizlər, dəyişikliklər sənin xeyrinə olacaq. Yeni ideyalar, yeni tanışlıqlar və kreativ düşüncə ilə hər şeyi fərqli yöndən görə biləcəksən. Məsləhət: duyğularına yox, məntiqinə qulaq as. Xərçəng, duyğusal enerjin çoxalacaq. Ailədən gələn bir xəbər sevinc gətirə bilər. Keçmişdəki narazılıqları burax, çünki yeni mərhələyə keçmək vaxtıdır. Məsləhət: qəlbində yer qalan inciklikləri bağışla. Şir, həftənin enerjisi səni parladacaq. İctimai münasibətlərdə, işdə və planlarda diqqət mərkəzinə keçəcəksən. Biraz eqonu idarə et, uğur sənindir. Məsləhət: tək qalmaqdan qorxma, tənhalıq bəzən aydınlıq gətirir. Qız, detallara diqqətin bu həftə sənə çox kömək edəcək. İşdə və evdə nizam yaratmaq üçün əla zamandır. Sağlamlığa da fikir vermək vacibdir. Məsləhət: özünə qarşı çox sərt olma. Tərəzi, harmoniya və tarazlıq bu həftənin əsas mövzusudur. Sevgidə sürprizlər, işdə isə yeni əməkdaşlıqlar mümkündür. Məsələ qərar verərkən ürəyini də dinlə. Əqrəb, bu sənin güc həftəndir. İstədiyini qətiyyətlə əldə edə bilərsən. Sirlər açılacaq, gizli planların reallaşacaq. Məsləhət: daxilindəki intuisiyaya inan. Səyahət, təhsil və ya yeni başlanğıc planların aktivləşir. Həyatında müsbət dönüş nöqtəsi yaxınlaşır. Məsləhət: böyük düşün, kiçik addımlarla başla. Oğlaq, məsuliyyətli davranışın sayəsində həm maliyyə, həm də şəxsi məsələlərdə sabitlik yaranacaq. Planlarını gizli saxla, hələ paylaşmaq üçün vaxt deyil. Səssiz qalmaq bəzən ən güclü cavabdır. Dolça yaradıcı fikirlər və sosial əlaqələr ön plana çıxacaq. Dost çevrəndə bir yenilik səni sevindirə bilər. Qəribə hadisələr sənin xeyrinə işləyəcək. Məsləhət: dəyişiklikdən qorxma, axına qoşul. Balıq, hisslərin dərinləşir, amma bu həftə praktik olmalısan. Ruh halın tez-tez dəyişə bilər. Ona görə qərarlarını səhər yox, axşam ver. Məsləhət: gözləmək bəzən ən güclü hərəkətdir. İstəsən, bu